Belə əziz tamaşaçılar, Çarə efirdədir, telefonlarımız açıqdır, 69-74 SMS ünvanımız açıqdır, mövzumuzsa hipertoniya və hipotoniya, yəni yüksək qan təzyiqi və ya aşağı qan təzyiqi olan adamlar. Amma bunların xroniki olanlar da var. Məsələn, elə insanlar var ki, nəsillikcə onlarda aşağı qan təzyiqi olur. Elə insanlar var ki, müəyyən, yəni burada o şkala ki deyirlər 120-70-ə falan, o şkala əslinə qalanda nisbi bir şeydir. Bəzi insanlar uzun müddət heç yoxlamayıblar, sonra birdən təsadüfən onu yoxlayırlar, məlum olur ki, 144 dəli olur ki, vay, qan təzyiqim qalxıb. Yəni, əslində belə deyir. Sadəcə olaraq qan təzyiqini yoxlayarkən, əgər bu insan heç bir vaxt müayinə olunmayıbsa, bir neçə dəfə yoxlamaq lazımdır. Xüsusən də axşam radələrində, sonra məsələn, hərəkətli radələrində və müxtəlif vaxtlarda yoxlamaq lazımdır ki, tam müəyyən olsun ki, bunda qan təzyiqi yüksəkdir, yoxsa sadəcə olaraq elə həmən normativ bir vəziyyətdədir. Alo. Salam doktor. Salam. Xahiş edərdim sizdən hepatit C virusu barədə, onun keçirmə yolları və müalicəsi barədə ətraflı məlumat verərdiniz. Çox xahiş edərdim. Bu ətraflı məlumat versək bizim verilişimiz də çatmaz, amma biz onun müalicə üsulları haqqında danışa bilərik. Bu qaraciyərin problemidir və hepatitlər çox geniş yayılmış bir xəstəlikdir. Arzu xanım, buyuruz. Bilirsiniz, xanım doğrudan biraz sualın geniş qoydu ki, hepatit ümumiyyətlə virusları insan orqanizminə ən çox, bax, sizin dediyiniz hepatit C virusu birinci növbədə qanla daxil olur. Ona görə də çox adamlar narahat olur, o virus xəstələri olanda onun stakanından istifadə eləməmək və yaxud bir evdə yaşayan adamlarda heç bir qorxusu yoxdur. Bu virus yalnız və yalnız qan vasitəsindən keçə bilər. Yoxsa biraz belə geniş, yoxsa barmağına kiminsə iynəsi batıbsa o dəqiqə hepatit virusu ilə yoluxmurlar. Yəni, bu qorxu həmişə var insanlarda. Yəni, o əsas keçmə yolu qanlandır. Çox az miqdarda cinsi yolundan keçir, çox az miqdarda və əgər insanların, məsələn, tutaq, yara varsa, açıq yara varsa, hepatitli xəstədə də və yaxud hepatit olmayan sağlam şəxsdə də varsa, o yaralar bir-birinə dəyirsə, o qan keçirsə, onda bəlkə keçə bilər. Amma belə hepatit virusu sırf qanla keçən virusdur. Yəni, onun haqqında çox geniş danışma olur, sadəcə olaraq vaxtımız və bizim imkanımız ona müsaid eləmir. Bir də təşvişə düşməsinlər. Yəni, hepatit C olan xəstələr mütləq qaraciyərini yoxlayırlar, qaraciyərin testlərini verirlər. Əgər onlarda bütün qaraciyərin biokimya və analizi normaldırsa, onda təşvişə düşmək lazım deyildi. Sadəcə olaraq 6 aydan bir mütləq yoxlatmalıdırlar. Burada daşıyıcı məsələsi də var. Çünki bəziləri təşvişə düşür. Yəni, onlarda baxmayaraq ki, hər şey normadadır. Yəni, çox güclü müalicələr qəbul edirlər. Bu da onlarda çox, demək, başqa fəsadlara gətirib çıxardır. Yəni, bunlardan ümumiyyətlə bir də immuniteti həmişə normada saxlamalıdırlar. Bunlar ümumiyyətlə ildə 2 dəfə ya 3 aydan bir biz dəfələrlə demişik, immuniteti qaldıran vasitələr var. Onlardan istifadə etsinlər. Limondur, baldır, belə reseptlər demişik, zeytun yağıdır, bundan istifadə etsinlər. Sonra bizim yaşlı aptekdə biz hazırlayırıq balzamlar, eliksirlər, yəni hepatit xəstələri üçün, daşıyıcılar üçün hazırlayırıq. Onların tərkibində qızılkök cöfər də olur, dəmirotu şirəsi olur, at bitrağının şirəsi olur. Yəni, bunların hamısından istifadə etdikdə, ümumiyyətlə, bunlara qaraciyər qoruyucu biz vasitələr deyirik. Onlardan istifadə etdikdə heç bir təşvişə düşməsinlər və hərdən də yoxlamalarda görürlər ki, həmin viruslar da öz-özünə aşağı düşür. Əgər immuniteti həmişə daim yüksəkdə saxlasalar. Təşəkkür edirəm. Mən məsləhət görürəm ki, hepatit C xəstəliyə yoluxmuş adamlar qaraçörək otunun yağından və qaraçörək otunun özündən istifadə eləsinlər. Yəni, bu o qədər güclü bir vasitədir ki, xüsusən də qaraciyər xəstəliklərinin hər hansı bir formasında Herbaflora şirkətinin buraxdığı bu yağ 100% təbiidir. Bundan istifadə eləsinlər, çox yaxşı bir nəticə ala bilərlər. Amma bundan tək deyil, həm qaraçörək otunun yağından, həm qaraçörək otunun toxumlarından, həmçinin bir neçə dəfə demişik, balqabaq şirəsindən, balqabağın özündən də istifadə eləsinlər. Çünki bu xəstəlikdə bu vasitələr əvəz olunmazdır. Bir də immun sistemini qaldırmaq üçün elə Herbaflora şirkətinin immunitya çayı var ki, bundan da istifadə etməkləri məsləhətdir. Buyurun, Yalçın müəllim. Ümumiyyətlə, əlavə eləmək istəyirdim ki, qaraciyər xəstəliklərində çox geniş istifadə olunan məhsullardan biri alaqanqal toxumudur. Yəni, ləkəli alaqanqal toxumu Herbaflora şirkətində istehsal olunur. Yəni, həm ayrıca şəkildə, eyni zamanda hepartiya çayında tərkibində var. Hepartiya çayı
istər hepatitlərdə, istərsə də adicə profilaktika məqsədi ilə yəni hər bir insan gündəlik 1-2 dəfə qəbul edə bilər. Çünki qəbul olunan qidaların, maddələrin böyük əksəriyyəti toksiki təsir göstərir orqanizmə, xüsusən də qaraciyərə və qaraciyərin yüklənməsini azaltmaq üçün və qaraciyərdə olan dəyişikliklərin daha ağırlaşmaması üçün repartiya çayından mütəmadi istifadə edə bilər hər bir insan. Təşəkkür edirəm. Burada bir neçə SMS-lərimiz qalıb, istəyərdim ki, onları da cavablandıraq. Amma telefonlarımız da var. Məsələn, bir xanım yazır ki, 50 yaşım var, adət görmə halından kəsilmişəm. Yəni, bu biraz normaldır, kəsilib. Normaldır. Yəni, amma burada problem ondadır ki, yazır ki, güclü allergiyalar oluram, belə bir şey də yazır. Həmin xanımda. Yəni, olur, həmin dövrdə ümumiyyətlə təzə qazanılan xəstəliklər olur. Onlara qarşı mübarizə aparmaq lazımdır. Yəni, lapilə hipertoniya xəstəliyi də qazana bilər həmin dövrdə qadınlar. Ona görə, yəni, əlavə müalicələrdən istifadə edə bilərlər. Bitkilərdən istifadə edə bilərlər. Məsləhət görərdim, kasın dəmləmələrindən bir müddət həmin qadın istifadə etsin. Yatıq qanqal dəmləmələrindən. Yəni, həm maddələr mübadiləsi normaya salır, eyni zamanda qan təmizləyici bir vasitədir. Onlardan istifadə etsə, yaxa qutara bilər. Əlavə təsirlərdir. Deməli, belə bir SMS də var. İstəyərdim icazə versəz, mən bunu cavablandırım. Qısa, çünki dəfələrlə bundan danışmışıq. Salam, qəbzliyin otlarla qarşısının alınmasının ən optimal variantı təşəkkür edirəm. Deməli, birinci növbədə qəbzliyin səbəbini aydınlaşdırmaq lazımdır ki, qəbzliyi yaradan səbəb nədir? Bu qəbzliyi yaradan səbəbi aradan götürmədən siz sadəcə olaraq qəbzliyin özünü aradan götürəcəksiniz. Ona görə də yaradan səbəbi mədə-altı vəznindirmi, yoxsa bağırsaqlarda gedən problemdir, diz bakteriyozdur, öd kəsəsidir və s. Çox xəstəliklər buna aiddir. Amma ümumiyyətlə, ən optimal variant hər səhər yerdən duran kimi bir stəkan suya 2 qaşıq ev sirkəsi, alma sirkəsi də ola bilər, üzüm sirkəsi də ola bilər, amma alma sirkəsi daha məqsədə uyğundur. 2 qaşıq ev sirkəsi və 1 qaşıq bal əlavə edib daxilə qəbul eləsəz, çox yaxşıdır və səhər-səhər və ya axşam yatmazdan əvvəl alma yemək çox yaxşı nəticədir. Və bir də qəbzliyi olan insanlar duru xörəklərdən çox istifadə eləsinlər. Bəzən belə adamlar həmcə quru yeyən olurlar. Sudan demək olar ki, məsələn, soruşuram, bəzi adam zəng edir mənə, deyir ki, qəbzliyi var. Deyirəm, gün ərzində nə qədər? Deyir, mən heç xoşlamıram, su içmirəm, çay da içmirəm. Demək olar ki, bunlardan bu azaddır. Ona görə də belə şeylər ola bilər. Sonra belə bir SMS də var. Salam, mənim 53 yaşım var, CD-yi saxlaya bilmirəm, nə edim, ümidim sizədir, təşəkkür edirəm. Bax, belə bir SMS də var. Mənə elə gəlir ki, bu da müayinə olunmalıdır, hər halda saxlaya bilmirəm demək. Buyuruz. Yəni, sözsüz ki, səbəb aydınlaşdırılmalıdır. Bu sistitlə də bağlı ola bilər. İndi biz bilmirik, xanım da yoxsa kişidir. Yəni, yaşla bağlı olan bir prosesdə əgər kişidirsə, yəni, bu sözsüz ki, bəzi hallarda prostatla da bağlı olur. Çünki uzun müddət CD-yə getmə aktı pozulur. Sonraki dövrdə isə sfinkterlərdə boşalma olur və CD saxlamama ola bilər. Və səbəbi aydınlaşdırılmalıdır. Əgər sistitlə bağlıdırsa, ureteya çayından istifadə edə bilərlər. Və ümumiyyətlə, soyuqdan gözləməlidirlər və ən yaxşısı, yəni ultrasəs müayinəsindən keçib, CD-nin analizi verilib, dəqiqləşdirilməlidir. Təşəkkür edirəm. Herbaflora şirkətindən tiamen deyilən bir çay buraxılır ki, əgər prostatla bağlıdırsa, tiamen çayından istifadə eləsin. Həmçinin gün ərzində hər bir kişidə sink yaşlandıqca sink çatışmır və sink çatışmadıqca da prostat vəzinin problemləri ortaya çıxmağa başlayır. Həmçinin də biraz oturaq həyat, bəzi sürücülər, sonra sürücülər, kompüter qarşısında oturanlar və s. Ona görə də yaxşı olar ki, gün ərzində 60-70 ədəd balqabaq toxumu, çox sinklə zəngin olan bir toxumdur. 60-70 ədəd balqabaq toxumunu gündə 3 yerə bölüb daxilə qəbul eləmək. Yeməkdən yarım saat qabaq və yaxud da ki, yeməkdən 2 saat sonra. Yəni, bunu gündə 3 dəfə etmək lazımdır. Sonra elə bayaq dediyim qara çörək otundan istifadə eləyin. Amma qara çörək otunu mən məsələn məsləhət görərdim ki, nə üyüdəsiz, nə də çox da yağından istifadə eləməyəsiniz. Məsələn, məsləhət görərdim ki, qara çörək otunu 1 çay qaşığı gündə 3 dəfə daxilə toxumlarını qəbul eləyəsiniz su ilə. Heç bir şeylə yox. Bax, çox yaxşı nəticə verir. Sonra baldan istifadə eləmək, isti saxlamaq və təharət məsələsində də çox da isti suya fikir verməmək lazımdır. Burada biraz çox soyuq da olmasın, amma çox isti də olmaz. Belə şeylərə fikir vermək lazımdır. Və bir də yaxşı olardı ki,
dəvə tikanı deyilən bir bitki var. Hər yerdə bitir. Adi tikandır. Lobiyaları olur üstündə balaca. Qırmızı güllər açır. Bax, o dəvə tikanından dəmləyib həm köklərini, həm özünü. Elə ki, gördünüz, yığın, qurudun. Yaxşı olardı ki, bir kölgə yerdə qutunun içərisində qurudasınız. Bundan istifadə edəsiniz. Çay kimi dəmləyin için. Bir balaca turş məzə dad verir. Çox yaxşı əhəmiyyət daşıyır. Yəni, müalicə vasitəsi kimi əhəmiyyət daşıyır. Alo. Salam. Bəli. Mən iki sualım var sizə. Biri bu... Amma sizdən xahiş edirəm, biraz bərk danışasınız. Biri bu arıqlamaqla bağlıdır. Yəni, mən o Herbafloranın Afrodita çayından istifadə eləmişəm. Eləyirəm. Onun nəyəsə başqa bir, yəni, üzr istəyirəm, bağırsaqda çox sürətli, yəni, ayaq yoluna getmə var da. Bayratmanın başqa nəyəsə ziyanı olur, yoxsa elə? Bir odur. Bir də ki, uşaqla bağlıdır. 3 yaşında uşağım var, qızım var. Deməli, ləmbliya qurdu tapılıb. İkinci kursda müalicəsi aparırıq onun üstündə. Dərisi, oynaq hissələri çox pis vəziyyətdədir də, qaşınır, qızartılar olur. Dəri həkiminə məsləhət elədik, dedi, ancaq ləmbliyanın əlamətləridir. Uşağın mütləq ödü yuyulmalıdır. Yəni, balaca uşağın ödü nə dərəcədə yuyulmağı mümkündür? Oldu xanım, aydın oldu, sualınız aydın oldu. Söhbət balaca uşağın ödünün yuyulmasından gedmir, amma hər halda o ləmbliya qurdlarının oradan aparılmasından gedir. Yəni, uşağın bədənindən təmizlənməsindən gedir. Buna görə də hər hansı bir vasitələr tətbiq oluna bilir. Bu vasitələrdən də biri, məsələn, bitki vasitələridir ki, müalicə vasitəsi kimi istifadə oluna bilər. Sonra imalələrdir. Tiazol çayı çox yaxşı təsir edir qurd olan uşaqlarda. Təşəkkür edirəm. Ulduz xanım, buyurun. Müraciət etsin, yəni uşağa biz ayrı hazırlayırıq. Yəni efirdən... Bundan başqa, özür istəyirəm, maqnit biorezonans üsulu ilə müayinə və müalicə üsulu var. Həmən kompüter özü elektromaqnit dalğalarını göndərməklə həmən qurdların məhvinə səbəb olur. Yəni bunun sadəcə olaraq o müayinəni keçmək lazımdır. Ondan keçəcək və həmin seanslara gələcək. Bir də bitki yığımı veririk. Həmin bitki yığımında elə ödün yuyulması gedir. Yəni ödün yuyulması deyəndə elə başa düşməsin ki, nəsə ona bir başqa problemi yox. Müəyyən az dozalarda elə bitkilər var ki, məsələn, onları veririk və fasilələrlə bir həftə içib, bir həftə fasilə edir və fasilələrdə isə həm imalə, həm də ödün yuyulmasına başqa bitki verəcək, ondan istifadə edəcək. Dübaş şəklində uşağa verəcəkdir. Təşəkkür edirəm. Bir də xatırladıram ki, Bənövşə Yaşıl Aptekinin nömrəsi 012-492-2953-dür. 012-492-2953 və elə Bənövşə Yaşıl Aptekinə müraciət eləsəz, həm o müayinə məsələsini həll eləyə bilərsiniz, həmçinin də müalicə vasitəsi kimi orada olan bitkilərdən istifadə eləyə bilərsiniz. Bundan başqa fitoklubların da nömrəsini xatırlatmaq istəyirəm. Belə ki, fitoklublarda bu ləmbliyalar müxtəlif xəstəliklərə qarşı müalicə vasitələri var və müalicə vasitələrini gedib çox asanlıqla əldə edə bilərsiniz. Xüsusən də Herbaflora şirkətinin məhsullarını topdan satış qiymətinə fitoklublardan ala bilərsiniz. Və 30 adda məcunlar və halvalar, salatlar hazırlanır ki, bu məhsullar da həm arıqlamaq üçün, həm qurdlara qarşı, həmçinin də digər, məsələn, qaraciyər xəstəliyində, şəkər xəstəliyində, öd yolları xəstəliyində bu vasitələrdən istifadə edə bilərsiniz. Telefonu xatırladıram. 012-561-8501, 012-492-2346 və 012, bayaq dediyim kimi, 492-2953. Bax, bu fitoklubların nömrəsidir. Müraciət eləyin, gedin. Elə son zamanlar fitoklublarda yaradılmış şərait elə insana elə zövq verir ki, elə uşaqları da aparıb orada bir əylənmək də olar. Çox gözəl masaj avadanlığı da gətirilib ora. Yalçın müəllim, buyuruz, söz sizdədir. Tamaşaçının sualına bağlı demək istəyirəm ki, yəni Afrodita çayını istifadə edir. Yəni təşəkkür edirəm ona xanıma. Herbaflora şirkətinin məhsullarını istifadə elədiyinə görə. Afrodita çayı sözsüz ki, işlədici təsirə malikdir və bununla da orqanizmdən şlakların xarici olmasını təmin eləyir. Və uzun müddətli əgər xanım Afrodita çayı qəbul olunan zaman gündə 1-2 dəfədən artıq üzr istəyirəm, yəni böyük defekasiya aktı baş verirsə, yəni bu onun müəyyən müddətdən sonra dayandırmaq lazımdır. Yaxşı olar ki, onu 90-60-90 çayından və yaxud da Şarm Lüks çayından əvəz eləyə bilərlər. Və ideal çayından. Yəni, ümumiyyətlə,
işlədici təsirli Afrodita Figura HŞF və zərif çayları, yəni əsasən işlədici təsir göstərirlər. 90-60-90 Şarmlüks və ideal çayı isə yəni işlədici təsir deyil, şlakları maddə mübadiləsini sürətləndirməklə təsir göstərir. O ki, qaldı digər sualla bağlı, yəni 3 yaşında olan bir uşağın yəni liambliat olması, yəni istənilən yaşda tiazol çayından və teoxolin çayından istifadə olunur liambliyaların və digər qurların müalicəsində və teoxolin çayı vasitəsilə, yəni hər ikisinin daxilində bütün yaşlarda istifadə qaydası göstərilib və teoxolin çayını istifadə eləməklə ödün yuyulması prosesini təmin edə bilərlər. Təşəkkür edirəm, çox sağ olun. Alo. Alo. Təəssüflər olsun ki, tamaşaçımız... Alo. Bəli. Salam, həcim. Əleyküməssalam. Bizim vaxtımız azdır. Xahiş edirəm, qısa və konkret tez deyəsiz, çünki... Həcim, öddən əməliyyat olunmuşuq. Ondan bizdə allergiya əmələ gəlib. Onu nə araq? Öddən əməliyyat olunmuşuz artıq və allergiya əmələ gəlir. Çox maraqlı. Burnumda asırıqdan dayanmaq olmur. Nədən dayanmaq olmur? Necə xanım? Öddən əməliyyat olunmuşuq. Ona görə allergiya əmələ gəlib. Asırıqdan allergiya hansı formada təzahür edir? Aydın oldu da? Askırırsınız. Oldu. Təşəkkür edirəm. Çox sağ olasın. Bilirsiniz, bu əməliyyatdan sonra o allergiya əmələ gəlməsi, o yəqin sadəcə olaraq nəsə müəyyən qədər o yanaşı başqa bir şey var, o provokasiya kimi ola bilər. Hə, immunitet zəifləyib ona görə olur. Amma sırf öd əməliyyatından sonra allergiya əmələ gəlməsi bir o qədər də ağlasıqan deyil. Yəqin başqa orada səbəblər var və burada məlumdur ki, öd kisəsi çıxarılandan sonra öd bilavasitə 12 barmaq bağırsağa tökülür. Ola bilsin, orada birdən-birə ödün porsiyaları çox gedib, çox porsiyalarla daxil olub deyə müəyyən qədər xəstədə bir bala. Amma o askıraq formasında yox, ola bilərdi ki, səpki olsun, qızartı olsun, amma askıraq formasında ola bilməz o. Təşəkkür edirəm. Yalçın müəllim, buyurun Zəyirəm. Ümumiyyətlə, Arzu xanım qeyd elədi, əslində o tam aydınlaşdırılmalıdır ki, orada allergiyanın səbəbi nədir? Birbaşa olma, əlaqəsinin olma ehtimalı azdır. Təşəkkür edirəm. Mən belə bir vasitə deyərəm, ümumiyyətlə əməliyyatlardan sonra bədənin zəifləmiş. Çox güman ki, məsələn, əməliyyatdan sonra biraz zəifləyib, onda nəsə gizli gedən proses üzə çıxıb. Yəni, bu hal ola bilər. Ona görə onsuz da bu müalicə getməlidir, bunu etməlidir. Əməliyyatdan sonra, ümumiyyətlə, ağır infeksiyon xəstəliklərdən sonra belə hal baş vermiş xəstələrə belə bir resept deyərdim ki, bundan istifadə etsinlər. Bu, həm disbakteriozlarda, həm bağırsaqları təmizdir, həm immuniteti qaldırır, həm də qanı təmizdir. Yəni, bu yol ilə onlar belə hallardan yaxa qurtarır bilərlər. Demək, götürmək lazımdır. 5 xörək qaşığı vələmiri götürülür, 1 litr qaynar suda termosa qoyulur, 5-6 saat saxlanılır. 5-6 saatdan sonra süzülür və gün ərzində bunu qəbul etsin. 20 gün, 1 ay müddətində. Bunu hər gün etsin, yəni su əvəzinə ondan istifadə etsin. Çox gözəl onun, demək, immunitet də qalxacaq, iştahı da yaxşılaşacaq, bağırsaqlar normallaşacaq və allergiyanı götürür. Təşəkkür edirəm. Deməli, və bir də məsləhət görərdim ki, xanım, demək, yeməyinə, pəhrizləri əməl eləməklə belə bir bitki var, yasnotka bitkisi var, dalamaz bitkisi, gicitkənin dalamaz formasıdır. Bundan elə mütəmadi olaraq dəmləyib içsin, bu da çox yaxşı təsir göstərəcək və bir də qan şılaqlardan təmizlənməsi üçün şüyüd toxumlarının dəmləməsindən də istifadə edə bilər. Yəni, həmçinin də o allergiyalara qarşı da elə yaxşı təsir göstərəcək. Ulduz xanımın dediyindən də istifadə eləsə çox yaxşı olacaq. Amma hər 3 həkim bildirir ki, yəni sizin əməliyyat olunmağınızın allergiyaya heç bir dəxli yoxdur. Allergiya görünür hər hansı bir gizli formada olmuş bir xəstəliyin təzahürüdür. Təəssüflər olsun ki, vaxtımız burada sona çatdı, əziz tamaşaçılar. Biz sizinlə sabaha qədər sağollaşırıq. Sağ olun, sağlıqla qalın. Əsas odur ki, çarəsiz